Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ukdeten min lisani yefqahu qavli amma ba'd. Muhterem qardaşlarım, öncəzmə son əsası Allah Taala'dan haqq təqvasından qorxmağı nəsihət edirəm. Çünki bu bizdən də öncəki ümmətlərin bir-birlərinə, qövmlərin bir-birlərinə çatdırdığı nəsihət idi. Çünki təqva hər bir xeyrin əvvəli, hər bir xeyrin başlanğıcıdır. Təqva yəni Allah Taala'dan gizlində və aşkarda qorxmaq deməkdir. Allah Taala'dan gizlində və aşkarda qorxmaq deməkdir. Əsl təqva da elə budur. Və əsl təqvaya aparan səbəblər var. Və o səbəblərdən biri qardaşlıqdır. Güclü, möhkəm bir qardaşlıq. O qardaşlıq ki, onun əsasları var. Şəriət bizə hər hansısa bir qaydanı, hər hansısa bir hökmü öyrədərkən onun növlərini də öyrədib. Onun həyata keçirilməsini, onun əməl olunmasını da öyrədib. Məsələn, şəriətin bizə əmr etdiyi İslamın şəriətlərdən biri isə, qaydalardan biri isə qardaşlıqdır. Müsəlmanların bir-birlərindən qardaş olması. Necə ki, Allah Teala kitabında buyurur ki, möminlər həqiqətən də qardaşlar. Yəni, Allah Teala iman gətirənləri bir-birləri ilə qardaş olmağa səsləyib. Necə Muhammed sallallahu aleyhi və səlləm sahabələri, mühacirləri və ənsarları bir-birləri ilə qardaş edərdi. Və qardaşlığın təməlləri və əsasları var. Və qardaşlığın təməllərindən və əsaslarından biri isə qardaşların bir-birləri ilə daim nəsihət etmələridir və bir-birlərindən nəsihəti qəbul etmələridir. Çünki Muhammed sallallahu aleyhi və səlləm buyurdu ki, müsəlman, mömin qardaşına zülm eləməz. Və Allah Resulü buyurdu ki, sizdən biri görsə ki, müsəlmana, qardaş qardaşına zülm eləyir, o zaman məzluma, zülm olunana kömək eləyir. Və həmçinin zülm edənə də kömək eləyir. Və sahabələr Allah Resulündən, Muhammed sallallahu aleyhi və səlləmdən soruşdular ki, ya Resulullah, zülm olunana kömək aydındır. Zülm olunana kömək eləməyin yönü aydındır. Onu uzaqlaşdırmaq, onu qorumaq, himayə eləmək və s. Bəs zülm edəndən bəs necə? Zülm edənə bəs necə kömək olmalıdır? Və Peyğəmbər sallallahu aleyhi ve sellem də buyurdu ki, onun zülmünü aradan qaldırmaqla. Və bunu göstərir ki, müsəlmanın xətrinə dəyə bilər. Və müsəlmanla zülm də edə bilər. Ona görə də fikir verdirsə, Peyğəmbər sallallahu aleyhi ve sellem iki şəxsi eyni anda müalicə elədi. Həm zülm olunana dəstək oldu Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem və həmçinin zülm edənə. Çünki zülm edənin zülmünün aradan qaldırılması ona köməkdir. Ona görə də görürsən, hərdən iki qardaşın arasını barışdırmaq üçün və yaxud iki qardaşın mehribanlaşdırmaq üçün bir nəfərin üstünə düşürlər və bir nəfəri qınayırlar və başqa bir nəfərsə yox. Olmaz. Müalicə ikisi də birdən olmalıdır. Yəni, nəsihət etmək, islah etmək ikisi də bir yerdə olmalıdır. Çünki Allah Teala kitabında sülhə xeyir deyib baxır. Sülh etməyə, yəni aranı barışdırmağa, əmin-amansızlığa Allah Teala kitabında xeyir deyib. Ona görə də bir müsəlmanı və yaxud da bir-birləri ilə problemlərə və yaxud da bir-birləri ilə ədavətə düşən müsəlmanların arasını birləşdirmək və onlara kömək eləyəndə gərək hamısına nəsihət olunsun. Hətta diqqət etirdisə Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem zülm eləyən özünə də kömək eləməyi əmr elədi. Çünki görünür ki, bir insanı şərdən saxlamaq onun üçün köməkdir. Baxmayaraq ki, o nəfsin ağır gəlsə də belə. Hərdən olur ki, insanın qəlbi fisklə dolduqda, insanın qəlbi asililərlə dolduqda artıq ona zülm eləmək, əziyyət vermək rahatlaşır. Çünki qəlb Allah Taala'nın baxdığı yerdir. İnsanlar oranı görmür. İnsanların gördüyü isə zahirdir. Düzdür, zahir qəlbdə olanların göstəricisidir. Amma tam olaraq hərdən gizlənir. Necə ki, münafiqlər bəzi şeyləri Allah Resulü zamanında gizlədirlər. Ta o zamana qədər ki, Allah Teala kitabında ayələri nazil etdi. Ona görə də qəlbdə olan bəzi şeylər olur. Kin olur, kudurət olur. Və o kin kudurəti aradan qaldırmaq lazımdır. Və o kin kudurəti aradan qaldırmağın da gözəl üstünlüklərindən də biri isə müsəlmanlara nəsihət eləməkdir. Və bu da qardaşlıqdan irəli gəlir. Çünki qardaşlıq bağları güclü olmasa, qardaşlıqlar müsəlmanlar arasında zəif olsa, artıq onlar bir-birlərini nəsihət edə bilməyəcəklər. Və hətta qardaşlıqlar zəiflədikcə, hətta nəsihət olunduğu zaman nəsihəti qəbul etməyəcəklər. Çünki nəsihətin qəbul olmağının şərtlərindən və yaxud da bir müsəlmana rahatlaşmasındandır ki, müsəlman artıq öz qardaşlarından o qardaşlığı hiss eləsin. Yox, əgər kimsə kiməsə cəmaatın içində zülm eləyərəkdən hansısa bir nəsihət eləsə qəbul olmayacaq. Və sələflər deyərlər ki, İmam Məlik rahimehullah mənə insanların içində nəsihət eləmək nəsihət götürməzdim. Kim əgər insanların içində mənə nəsihət eləsəydi, ondan nəsihəti götürməzdim. Hətta o haqqı desə də belə. Çünki nəyə görə? İnsanlar içində ondan nəsihət zülmdür. Və Allah Teala da kitabında zülmü qadağan edib.
Hətta Allah Taala öz kitabında nəinki insanların üçün nəsihət etməyi, hətta Allah Taala öz kitabında xərclənilən, Allah yolunda verilən sədaqəni zülmlə batil etməməyi əmr edir. Necə ki Allah Taala buyurur ki: "La tubtilu sadaqatikum bil manni vel adha." Etdiyiniz minnətin və əziyyətin səbəbi ilə verdiyiniz sədaqələri batil etməyin. Hətta insanın verdiyi sədaqə belə zülmlə batil olursa, insanlar üçün kiməsə nəsihət eləməsi artıq bu batildir. Yəni əməl olunmayacaq. O söz ondan götürülməyəcək. Ona görə də müsəlmanlar gərək bu şeylərə diqqətli olsunlar və bir-birlərinə qarşı rəhimli olsunlar və qardaşlıqlarını gücləndirsinlər. Və qardaşlıq da heç bir marağa bağlanmalı deyil. Allah sonra qardaşlıq heç bir marağa bağlanmalı deyil. Nə kiminsə vəzifəsinə, nə kiminsə adına, sanına, nə kiminsə nəslinə, nəsəbinə, maddiyyatına və yaxud da kim idmansıdır, kim idmansıdır, necə bəzi firqələrdə olduğu kimi. Necə ki, kimsə heç bir fərqi yoxdur. Məscidə gələnlər qardaşdırlar. Sələfin əqidə mənhəci üzərində olanlar qardaşdırlar. Onlar kasıb olsa da qardaşdır, onlar varlı olsa da qardaşdır. Onsa zaten istər o varlı olsun, istər kasıb olsun. Qəbrə vallahi həmən kasıb və varlığın çiyində gedəcəklər. Məgər insan dəfn olunanda, vəfat edəndə, insanı hüzur yerinə çağıranda, cənazəyi çağıranda, məgər kimsə şərt qoya bilir ki, bura varlılar gəlsin. Amma diqqət edir, orada heç kim qoya bilmir. Orada qoymaq olmur. Orada qoymaq olmur ki, filankəsin cənazəsinin yalnız varlılar gəlsin. Görürsən? Amma o səmiyyətin artıq faydası olmayacaq. Əgər əvvəlində zülm var idisə. Əgər əvvəlində imkanları və yaxud da nəsəbi olanları, vəzifəsi olanları ətrafına yığıb kasıb olan, təqvalı qardaşlarını atanlara necə ki, burada fayda verməli, ola bilsin ki, orada fayda verməsin. Çünki müsəlman hər halı ilə bir-birinə möhtacdır. Müsəlmanlar bir zəncir kimidirlər. İstər o zəngin olsun, istər kasıb olsun, istər yaşlı olsun, istər cavan olsun, istər güclü olsun, istər zəif, istər sağlam, istər xəstə fərq eləməz. Müsəlmanlar zəncir kimidirlər. O zənciri qılmaq olmaz. Hə, varlı müsəlmanların ümməti xeyri var, kasıb müsəlmanların ümməti xeyri var, güclü müsəlmanların ümməti xeyri var, zəif müsəlmanların ümməti xeyri var, hətta xəstə müsəlmanların ümməti xeyri var. Elə müsəlmanlar var ki, xəstə də oturduğu yerdən tərəfənə bilmir, amma nə qədər kitabların dərc olunmasına, nə qədər məqalələrdə, nə qədər dərslərin quraşdırılmasında kömək edirlər. Hətta sağlamlardan çox kömək edirlər. Belə qardaşlar var. Elə qardaşlar var ki, o xəstə, şikəst qardaşlar sağlamlardan Allahın dinində çox xidmət edirlər. Bu onu göstərir ki, Allah qatında hansı bir əməl eləmək üçün heç nəyə ehtiyac yoxdur. Necə həmişə deyilir, məscidə getmək üçün ayağa ehtiyac yoxdur. Məscidə getmək üçün qəlb lazımdır. Nə qədər ayağı olmayanlar var, məscidə gəlir. Əgər məscidə getmək üçün ayaq olsaydı, ən sürətli qaçanlar ən birinci səfdə dayanarlar. Amma görsən, səfdə qaçışda qaçanlar olmur, sürətli qaçanlar olmur. Hə, rahat maşın insanın məscidə gəlib gəlməsi üçün bir səbəbdir. Əgər belə bu əsildirsə, onda ən sürətli maşın onlar gələ məscidlərdə birinci səfdə durar. Amma elə deyil. Məscidə aparan qəlbdir. Yəni ki, insanı qardaş eləyən də, qardaşlığa bərəkət verəni qəlbdir. Oradakı artıq hər hansısa bir maddi maraqlar və yaxud hansısa ad, san, şöhrət, orada heç bir rol daşıya bilməz. Çünki Allah Rasulunun sahabələrində bu yox idi. Bilal radiyallahu anhu həbəşi idi, qul idi. Onu bazardan aldılar. Əbu Bakr Sıddiq radiyallahu anhu möminlərin birinci əmiri. Möminlərin birinci əmiri. Əbu Bakr Sıddiq radiyallahu anhu Bilal həbəşini radiyallahu anhu bazardan aldı. Halbuki eşidir ki, o iman gətirdi. Fikir ver, Qureyşin içindəydi Bilal. Heç bir Qureyşliyə nəsib olmayan fəziləti Allah'tan ona verirdi. O bütün Qureyşlərin başının üstünə çıxırdı, azan verirdi. Və hamd onun ayaqlarının altında qalırdı. Təbii ki, bu təhqir deyildi, şərəf idi. Yəni görürsən, Allah Taala'nın qatında, Allah dərgahında hər hansısa bir mənzil və yaxud hər hansısa bir rütbə yoxdur. Allah qatında yalnızca qəlb var. Üstün olan qəlb var. Necə dediyimiz kimi, nə qədər şikəst müsəlmanlar var, xəstə müsəlmanlar var ki, güclü və sağlam müsəlmanlardan Allahın dininə çox kömək edirlər. Və fikir ver, ona görə Allah Rasulunun həyatı və yaxud onun sahabələrinin həyatı və yaxud onlardan sonra gələn Allahın tələbələr, tabinlərin və yaxud onlardan sonra gələn xeyirli nəslərin həyatı ibrətdir. Nə zaman ki, kitab və sünnəyə müvafiq olduqları zaman. Ona görə də qısa olaraq qardaşlarım, müsəlmanın müsəlmana olan dəyəri, qiyməti, müsəlmanın müsəlmana olan nəsihəti də, müsəlmanın müsəlmana, qardaşın qardaşa olan xeyir istəməsi də təmənnasız olmalıdır. Çünki olur, hərdən bəziləri olur ki, harada yaxşı yemək verirlər, sonra yedirlər. Eləsə olur ki, kimin imkanı çoxdur, məclisinə gedirlər. Eləsə olur ki, kimin adı sanı varsa, onun yanında çox olurlar. Belə xəstələr olur, belə xəstə müsəlmanlar var və əlhamdülillah, necə hər dəfə təkrarlandığı kimi, yəni xəstə insanlara baxıb şükür etmək lazımdır. İnsan gələ şükür edir, yəni qəlb xəstəliyi təbii ki, qəlb xəstələri olar. Ümumiyyətlə, insan belə xəstəxanaya gedirsən, orada xəstə insanlar görürsən. Dərdləri var, şəfa axtarırlar.
Yəni 10 nəfər bir qapının ağzına yanıb həkimdən şəfa axtarır. Xəstədir insanlar. Ora baxan insan elə xəstəxanaya girəndə nə hiss edirsən? Sağlamlığı hiss edirsən. Sağlamlığı hiss edirsən və özündə hiss eləmədiyin nemətlərə görə Allaha şükür edirsən. Ona görə belə insanlara görə də aqil insan şükür etməlidir. Ki, ya Rab, sənə həmd olsun ki, qəlbim o qədər xəstə deyil. Ona görə qardaşlıq bu bağların üzərində qurulmalıdır. Qardaşlıq yalnız Allah üçün olmalıdır. Allahın razılığı üçün olmalıdır. Və Allahın razılığı üçün olan qardaşlıqda da heç bir təmənni ola bilməz. Yalnızca və yalnızca Allah Taala'nın qoyduğu kitab və Rasulunun o kitaba verdiyi izah, yəni sünnəsi və sahabelərinin fəhmi. Çünki Quran, sünnə və icma üçü birlikdə qəbul olunan bir məfhumdur. Onlar bir-birindən ayrılmaq olmaz. Və kimlər ki, əgər bu üç məfhumu, yəni bu üç xeyri, bu üç nuru bir yerdə cəm ediblərsə, onlar qardaşdır. Və onların arasında heç bir fərq ola bilməz. Olan kim əgər fərq qoyursa, artıq onun qəlbi problemlidir. Və qəlbi problemi olan insanın da özünə şəfa diləməlidir Allahdan birinci. Və sonra Allah Taala'dan özünə hidayət istəməlidir. Və Allah Taala'dan istəyirəm ki, bizim qardaşlığımızı möhkəm eləsin, sabit eləsin. Və nə qədər həyatımız var, nə qədər ki ömrümüz var, bilmirik təbii ki. Çünki keçən Ramazandan bu Ramazana qədər nə qədər qardaşlarımızı dəfn eləmişik. Onlar heç biri yoxdurlar. Bəlkə də bizdən xeyirli idilər. Ömrü bilmək olmur. Həyat gəlir, keçir. Necə ki, doğulduğumuz günü bilmirik və ölüm də elədir. Amma bilirsən ki, var, gələcək və heç bir qapı yoxdur. Harada olursan ol, nə qədər sağlam yesən də, təbii yesən də, nə qədər zərər verən şeylərdən uzaq qalsan da ölüm gələcək. Ona görə biz bu şeyi bildiyimiz halda və biz bu şeyə əmin olduğumuz halda ən dəyərli şeyləri qurban verə bilmərik. Çünki aqil insanlar veriləmir. Hətta dünyavi baxımdan da belə. Dünya baxımından da aqil insanlar belə şeyləri qəbul eləmir. Amma müsəlmanlar ümumiyyətlə qəbul eləməli deyirlər. Yəni belə şeylərin nisbətdə görə insan qardaşlığına zərər vurmasın. Çünki elə həmən öz qardaşlarımızdır bizi çiyinlərində aparan və dəfn edən. Bizi çiyində aparan, dəfn edən həmən o da həm kasıb qardaşlarımızdır, həm o bizim yaxın olan qardaşlarımızdır, sələfi olan qardaşlarımızdır, haqq üzərində olan qardaşlarımızdır. Çünki nə qədər bidət əhli var ki, biz dünyamızı dəyişəcəyik, sevinəcəklər. Və bizim ölümümüzə sevinəcəklər. Amma salamat qardaşlarımız sevinməyəcəklər. Sələfi qardaşlarımız, haqq üzərində olan qardaşlarımız sevinməyəcəklər. Əksinə bizi yada salacaqlar və xeyirli təəssüflə tərslənəcəklər. Allahın qədərinə qarşı çıxan təəssüf yox, yada salacaqlar. Hətta sənin üçün dua edəcəklər. Görürsən, yəni artıq orada nə maddiyyət göründü gözə, nə əsil, nə nəsəb, heç bir şey görünmədi. Ona görə kiçik şeylərlə böyük şeylər dartmaq olmaz. Bu qardaşlıq böyük nemətdir, böyük yükdür. Şərəfli yükdür və kiçik dünyəvi mənfəətlərin qarşılığında qarşılıq dartma olmaz. Allah Təala istəyirəm ki, bizim qardaşlığımızı möhkəm saxlasın. Və ən əzəmətli kəlmə olan la ilahə illallah Muhammed Rasulullahın üzərində bizi yaşatsın və onun üzərində öldürsün və bizi sabit saxlasın dinin üzərində, bizi idarələrimizlə, bizi Ramazana bağışlasın, bizi əfv eləsin. Ola bilsin bəlkə axırıncı Ramazandır. Ola bilsin bəlkə axırıncı Ramazandır. Allah Təaladan istəyirəm ki, bizi bu Ramazan qutaranda bağışlasın və Ramazan çıxana qədər daha doğrusu bizi bağışlasın, əfv eləsin və bizi xeyirli yerdə vəfat eləməyə bizə nəsib eləsin. Çünki xeyirli insan olmaq və xeyirli yerdə ölmək şərəfdir. Və xeyirli ölümdən ölmək də şərəfdir. Çünki nə qədər insanlar var ki, Allahdan bunu istədilər və nail oldular. Və xeyirli insanların içində Allah Təala bizi məzərə aparsın. Amin. Ən üzünə Allah bilir və subhanəkəllahum bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfirukallah və etûbü ileyk.